Bəli, kofe, çay bir çox insanların hətta söhbətləşdikdə belə enerji alacağı içkilərdir. Əlbəttə ki, biz bugünkü mövzumuz sırf hamilələrdə kofe tükətiminə icazə varmı? Hansı zərərləri var, hansı faydaları var? Ondan sizə söz açacağım. Əziz hamilələr, hamiləlik dönəmində kofe tərkibində, yəni kofein olan içkilərdən uzaq durmanızı tövsiyə edirəm. Çünki kofenin tərkibində olan kofein çox asanlıqla fitoplansetar qan dövranını keçərək körpənizə təsir edir. Bu da körpənizdə və sizdə bir çox zərərli yönləri var. Bunlar hansılardır? Tərkibində kofein olduğuna görə sizdə ürək döyüntülərini artıra bilər, arterial təzyiqə təsir edir. Həmçinin sizə bir şey də vurğulayım ki, bildiyimiz kimi kofein dəmirin əmilməsinin 40% qarşısını alır. Nəzərə alsaq ki, hamilə qadınların əksərində də anemiya var və yaxud da ki, hamiləyə bağlı anemiyadan əziyyət çəkirsə, o zaman kofe daha da bu vəziyyəti ağırlaşdıracaqdır. Bildiyimiz kimi, həmçinin kofe orqanizmada susuzlaşmaya, dehidratasiya səbəb ola bilər. Bu da həm ana üçün, həm körpə üçün ciddi bir durumdur. Ona görə də çalışın hamiləlik dönəmində kofedən, kofeindən uzaq durun.